İlk olaraq mən istəyərdim ki, İranda davam edən etirazlar barədə sizin ümumi fikirlərinizi öyrənim. Bəli, bildiyiniz kimi İrandakı etirazlar keçən ilin axırında başlayıb daha da şiddətlənərək, böyüyərək davam edibdir. İndi təəssüflə təxminən bir 10 gündür, 10-11 gündür artıq internetin və telefonla olan bir çox kommunikasiyanın bağlanması ilə dərin bir qaranlığın içərisindəyik. Təəssüflə içəridəki vəziyyətlərin, ölənlərin sayısı, fərqli şəhərlərdəki vəziyyətdən xəbərimiz yoxdur dəqiq. Ancaq sizin də bildiyiniz kimi bu etirazlar başda Tehranın bazarından başlayaraq realın çox şədid bir vəziyyətdə düşüşündən sonra orta və yuxarı təbəqədə olan oradakı bazarçıların, yəni tüccarların üsyanı ilə başlayan ayaqlanmalar oldu və daha sonra da bu fərqli şəhərlərə dağılmağa başladı. Bizə məlumdur ki, minlərlə insan qətlə yetirildi, öldürüldü. Sizcə İranda etirazlarda minlərlə insanın öldürülməsi bu hadisələrin gələcəyini hara aparacaq? Yəni gələcəkdə necə nəticə verəcək bu? Bəli, elə görsənir ki, İran dövlətinin bu etirazlara olan reaksiyası həmişəkindən çox daha şiddətli, çox daha qəddar bir şəkildə qabağa gedir, təəssüflə. Ölənlərin sayısı dəqiq bilmirik, ancaq fərqli hesabatlara görə bu 3000, 4000 də ola bilər, amma bəzi yerlərin dediklərinə görə 20 min, 23 min də ola bilər. Yəni hətta bu 10 nəfər olsaydı belə bu o rəqəmdir deyəndə bəlkə insanlar asanca gələ bilər, amma bunlar insanlardır, ailələrdir, övladlar da ölürlər və çox şədid, pis bir vəziyyətdə öldürülürlər. İran dövlətinin reaksiyası niyə bu qədər qəddarcana oldu, niyə bu qədər şiddətli oldu? Hələ də suallardan biridir. Özlərinin dediyinə görə içəridə olan bəzi terror qrupları da bu ayaqlanmalara qatılıbdı. Bunların nə qədəri düzdür, nə qədəri səhvdir, indi spekulyasiya altındadır, yəni dəqiq deyə bilmirik. Ancaq bizim Güney Azərbaycanın millətinin çox pis bir vəziyyətdə olduğunu bilirik. Xüsusilə də bəzi şəhərlərdə olan ki, ailələr, onların maddi vəziyyətləri çox yaxşı deyil. Gedib öz övladlarının ölülərini, yəni o cənazələrini almağı ki, onlara torpağa yetirsinlər. Onlardan bilə artıq pul istəyirlər və bu dediyimiz pullar da çox az miqdarda bir şey deyil. Yəni dolarla dediyimiz zaman 800 dolar, 900 dolar pul istəyirlər. İranın vəziyyətində bu çox pis bir yəni insanlar o qədər aylıq qazanmır bilə. Mən sizə belə deyim. Onun üçün dövlətin bu qədər şiddətli reaksiyası hardan gəlir, necə gəlir? Hələ də suallardan biridir və denilənlərə görə də bu internet məsələsi həmişə olduğu kimi bir həftə 10 gün bağlanıb sonra açılacaq kimi də görsənmir. Özlərinin dediyinə görə Novruz bayramına qədər internet olmayacaqdı deyirlər. Təəssüflə bu düzmü, deyilmi, haraya qədər gedəcəkdir, hələ bilinmir. Bu hadisələr bizim sırf güneydəki soydaşlarımıza necə təsir eləyəcək? Yəni Azərbaycan bu proseslərdə nəyə hazır olmalıdır sizcə? Bəli, elə görsənir ki, o spektrumun içərisində olan bir çox insanlara görə artıq İran dövləti axır nəfəslərini çəkir. Yəni bu indi 2 ayda ola bilər, 3 ayda ola bilər, 1 ildə ola bilər. O dəqiq nə qədər sürəcəkdir bilinmir. Ancaq elə görsənir ki, o geosiyasi şəraitə baxdığımız zaman həm ABŞ-ın, həm İsrail və eyni zamanda regional siyasətə görə İran İslam Cümhuriyyəti axır nəfəslərini çəkir. Ancaq İslam Cümhuriyyətinin getdiyi bir növdə nə olacaqdır? O bizi daha ilgiləndirir, bizi daha maraqlandıran sualdır. Bilirsiniz, indi çox vaxt mediaya baxdığımız zaman xüsusilə də Qərb tərəfindən sponsor olan şəxslər, adlar, qruplara baxdığımız zaman bu ya Şahın oğlu Pəhləvinin adı keçir və orada olan o monarşiya qrupu olur və ya mücahidinlər olur. Ancaq hər iki qrup tərəfindən də İranın içərisində yaşayan fərqli millətlərə qarşı çox
repressiya vardı. İnklusivliyi olmayan qruplardı bunlar. Xüsusilə də Şahın oğlu, hətta İranın içərisində Azərbaycanlıların dil hüququnu belə göz önündə tutmur, qəbul etmir və onun zaten ailəsinin olduğu zaman, tarixə baxdığımız zaman da Pəhləvilərin altında sadəcə Güney Azərbaycanlıları yox, eyni zamanda digər millətlər də repressiya altında olublar, onları qətliam ediblər və bu tək bir millət vardı İranda, o da Fars millətidir söyləmini qabağa aparıblar. Bu senaryoda İran Cumhuriyyətinin getdiyi bir biz vəziyyəti düşündüyümüz zaman gələcək hər hangi bir hökumət məcburdur bu İranın çoxmillətlilik unsurunu qəbul edə və o mərkəzi dövlət sistemi vardı, onu dəyişdirə. Çünki əgər hələ də mərkəzi bir dövlət sistemi ilə qabağa getmək istəsənlər, bu sadəcə Cənubi Azərbaycanda yox, eyni zamanda Kürdistan bölgəsində, eyni zamanda Ələhvazda və Bəluçların yaşadığı yerlərdə də böyük üsyanlara səbəb olub və hətta əgər bir power vacuum, yəni güc əksikliyi olursa ki, dövlət millətləri stabil haldə kontrol edə bilmir. Onda bu da hətta bəlkə Suriye'de gördüğümüz o uzun müddətli bir daxili müharibə halinə gələ bilər və bu da məncə nə qərb dövlətlərinin nə də coğrafiyamızda olan güclü dövlətlərin, bunun içərisinə Türkiyə dövləti və Azərbaycan Respublikası da daxil istədiyi şeylərdən biridir və onun üçün elə düşünürük ki, gələcəkdə olacaq o İslam Cumhuriyyətindən sonra gələcək dövlət və ya dövlətlər xüsusilə də azlıqların haqlarını qorumaya məcbur olacaqdır. Ehtimallar içində ən çox səsləndirilən Rza Pəhləvinin hakimiyyətə gəlməsidir. Pəhləvi özü də son vaxtlarda istər sosial media olsun, istər normal media olsun, aktivləşməyə başlayıb və İran xalqına çağırış eləyir. Onun arxasında Amerika və İsrailin dayandığı iddialar da var. Və sizcə Rza Pəhləvinin İranda hakimiyyətə gəlməsi ehtimalı nə qədər yüksəkdir və hakimiyyətə gələrsə, qeyd etdiyiniz çoxmillətlilik faktorunu nəzərə alacaqmı? Bəli, onların dediyinə görə İran çoxmillətli deyil. Bunu yəni həm Pəhləvinin özü və həm də onun ətrafında çox yaxın olduğu insanlar danırlar bunu bariz bir şəkildə. Hətta o yumuşaq dil ki vardı, onu belə işlətmirlər və burada da çox böyük bir Fars nasionalizmini biz görürük. Yəni Fars milliyyətçiliyini görürük. Təəssüflə Rza Pəhləvinin nə qədər gücü olduğunu demək çox mümkün olmur. Ancaq belə bir şey vardı ki, bu qədər Pəhləvinin adının çox gəlməsi, mediada görməyimiz tamamilə diasporada olan bir şeydir. Yəni İranın içərisində və diasporada olan İranlılar arasında böyük bir uçurum vardı əslində. Xüsusilə də biz 12 günlük İran-İsrail münaqişəsini düşündüyümüz zaman biz Rza Pəhləvi o zaman İran millətini dəfələrlə küçəyə çağırıb gəlin, siz də ayaqlanın, protestolar edin və dövləti yıxın, İsrail baxın vurur, siz də gəlin küçəyə. Və gördüyümüz ki, ona heç bir şəkildə cavab verən olmadı, küçəyə çıxan olmadı, onun dalında duran olmadı və nə indiki ayaqlanmalar, nə də 2022-də olan o qadın yaşam azadlıq ayaqlanmaları Rza Pəhləvi və ya o qrup tərəfindən başladılmış bir şey deyil bunların heç biri. Sadəcə bir ayaqlanma başlayır və ya bir protesto başlayır və o da quş kimi gəlib qonur onun üstünə ki, hə, mən sizi burada dəstəkləyirəm. Hətta İranlıların, yəni İranlı deyəndə burada mən farslar demək istəyirəm, onların arasında da çox böyük bir dəstək sahib deyil. Bunun da səbəbi həm ailəsindən zamanı, yəni şah zamanı İranın içərisində olan pis vəziyyətdir, pis ekonomik vəziyyətdir. Başqa səbəblərdən biri onun qərb gücünə gəlib gücə çatma istəyi millət tərəfindən yaxşı görsənmir. Zaten öz atası və böyük atası da qərbin gücü ilə
İrana hakimiyyət etdiyi üçün, onların dalında durduğu üçün yəni Fars millətləri tərəfindən də qəbul olunmur və eyni zamanda da baxın o şəxsin İranlılarla, yəni içəridə olan İranın içərisində olan İranlılarla çox aralarında bir əlaqə yoxdur. O özü milyonlar dollarla böyüyən bir şəxsdir. Heç bir zaman həyatında çətinlik çəkməyən bir şəxsdir. Heç bir zaman dövlət səhlidir, gəlib bir nə bilim restorantı bilə başında durub nazirliyini etməmiş bir şəxsdir. Yəni belə o rezüməsi, CV-si də boş olan bir şəxs olduğu üçün mənim şəxsi nəzərimdə Pəhləvinin çox güc sahib olacağını və hətta o ihtimal ki, gəlib bəlkə bir gün İran dövlətinin gələcək başçılarından biri olmasına mən mümkün olduğunu düşünmürəm. Baxın, siz də bayaq qeyd etdiniz ki, artıq yəni, iddialara görə ixtişaşlarda ölənlərin nəşləri ailələrinə pulla qaytarılır. BBC-nin yaydığı məlumata görə bu $5.000 məbləğini təşkil edirdi. Həmçinin ölkədə internet də dayandırılıb. 2 gün öncə səhv etmirəmsə, İranda ixtişaşların tamamilə yatırıldığı xəbəri yayıldı, amma internet yavaş-yavaş tədricən bərpa olunduqca oradan yeni görüntülər gəlir və görürük ki, hələ də bəzi əyalətlərdə davam eləyir. Yəni xalqa olan bu baskı, nəşrləri pulla qaytarmaq tələbi, internetin olmamağı, yəni bu xalq əks təsir göstərə bilərmi və xalq daha da böyük üsyana qalxa bilərmi? Bunu demək biraz çətindir, düzdür. Çox çəlişkili məlumatlar vardı. Yəni bəzi məlumatlar sizin dediyiniz kimi bəzi yerlərdə o ölülər üçün $5.000 istəyirlər, bəzilərində $1.000 istəyirlər. Yəni və eyni zamanda biz ölülərin sayısından da danışdıq. Yəni çox həm tizad olan məlumatlar vardı və onun üçün də indi bu halda gəlib bəzi məsələlər üstündə danışmaq çətinlik yaradır bizim üçün. Güney Azərbaycan perspektivindən biz düşündüyümüz zaman sizin dediyiniz kimi bəzi şəhərlərdə hələ də ayaqlanmalar, protestolar davam edir. Ancaq bu nə qədər qabağa gedə bilər, indi bu vəziyyətdə mən bilmirəm. Mənim düşüncəmə görə böyük ehtimalla indiki ayaqlanmalar yatışacaqdır, protestolar dincələcəkdir. Ancaq belə də bir faktor vardı. Misal olaraq İsrail və ya ABŞ tərəfindən bir zərbə olunursa, biz baxdığımız zaman Amerikanın hələ də o hərbi gücü Orta Şərqdədir, yəni çəkilməyiblər. Onların gəmiləri olsun, hərbi güclər olsun, hələ də oradadır. Onun üçün əgər o tərəfdən bir zərbə gəlinirsə, mən düşünürəm böyük ehtimalla millət təkrar ayaqlanmağa başlayıb şiddətlə davam edəcəkdir. Amma yox, əgər Donald Trump'ın dediyi kimi artıq bir zərbə olunmayacaqsa və ya kənardan bir dixalət olunmayacaqsa, böyük ehtimalla məncə indiki protestolar hələlik yatışacaqdır, amma bu tamamilə yatışacaqdır mənasına gəlmir. Çünki içəridəki millət həqiqətən artıq bu İslam Cumhuriyyətindən yorulublar. Onlardan qurtulmaq istəyirlər, yəni bu dövləti yıxmaq istəyirlər. Sadəcə bu dediyim kimi nə zaman necə olacaqdı sualı biraz daha şübhə yaradır. Bəs sizcə Amerika və İsrailin hərbi müdaxiləsi müzakirə məsələsi ola bilər? Məncə hələ də bu danışıqlar davam edir, hələ də bu müzakirələr qabağa gedir. Məncə xüsusilə də İsrail tərəfindən İranın getməsini istəyən çox böyük bir kitlə vardı, böyük bir insanlar vardı İsrail dövlətinin arasında. Bunu zaten biz 12 günlük müharibədən sonra da o zaman da görürük və bu da mənə təbii gəlir. Yəni İran İslam Cumhuriyyəti varlığı, fundamental varlıqlarından olan səbəblərindən biri İsrailə, ABŞ-a qarşı olmaqdır. Anti-imperialist bir söyləmi vardı öz nəzərində və İsraili əslində legitim bir ölkə olaraq görmür. Yəni İsrail də bu barədə öz mənfəətlərini qorumağa çalışır. Ancaq məncə burada yol Washingtondan keçir və
axır qərarı da məncə böyük ehtimalla Vaşinqton tərəfindən veriləcəkdir. Amma bu qərar sadəcə Vaşinqton və İsraildən deyil. Mən o danışıq söhbətlərin arasında Türkiyənin və Azərbaycan Cümhuriyyətinin də böyük rol oynadığını düşünürəm. Çünki əgər ABŞ tərəfindən bir atak olunursa İran içərisində daxili müharibə olma imkanı böyükdür və daxili müharibə olduğu zaman da bu həm Türkiyəyə, həm də Azərbaycan Respublikasına iqtisadi mənada çətinliklər yaşada bilər. Bu eyni zamanda sadəcə iqtisadiyyat da deyil. Güney Azərbaycanlıların sərhədlərinə ən yaxın, əslində baxdığımız zaman İran dövlətinin sərhədlərinə ən yaxın, ən stabil, ən demokratik ölkələr Azərbaycan dövləti ilə Türkiyədir. Və onun içərisində də bir müharibə vəziyyətində köç olunacaqdır. Yəni oradakı insanlar zaten indi bildiyiniz kimi Türkiyə Suriyədən gələn immiqrasiya ilə bağlı böyük çətinliklər çəkir və bu immiqrasiyayı indi azaltmağa çalışır Suriyə stabilləşdikcə. Onun üçün İranda olacaq hər hangi başqa bir müharibə həm Azərbaycan dövlətinə, həm də Türkiyə dövlətinə immiqrasiya məsələsində də çətinlik yarada bilər. Bunun üçün məncə Türkiyənin və Azərbaycan dövlətinin, xüsusilə də Azərbaycan dövlətinin və İsraillə olan əlaqələri, yaxın münasibətləri düşündüyümüz zaman orada böyük sözləri olacaqdır, böyük təsirləri olacaqdır. Bunun üçün indi qalıbdır ki, bu danışdığımız dövlətlər arasında necə bir anlaşmaya gəlinəcəkdir. Son olaraq sizdən Pezeşkiyan barədə soruşmaq istəyərəm. Bizə məlumdur ki, Pezeşkiyan artıq bir il yarım müddətində İranda prezidentdir. Prezident seçilən zaman xalqa bir çox vədlər vermişdi. Lakin yerinə yetirilmədiyini gördük biz bu müddət ərzində. Üsyanın bir səbəbi də bu ola bilərmi? Pezeşkan mən elə düşünürəm, şəxs olaraq çox da böyük gücə sahib olmayan bir insandır və daha çox İran İslam Cümhuriyyəti tərəfindən işlədilən ünsürlərdən biridir və bunu xüsusilə də necə gücə gəldiyini düşündüyümüz zaman bu bir çox insanlar tərəfindən deyilirdi ki, Azərbaycan tərəfindən, yəni Güney Azərbaycan tərəfindən çox dəstəkləndi. Buna görədir və sizin dediyiniz kimi bir çox ümid bağlanmışdı ki, bəzi Urmu gölü daxil bir çox böyük məsələlərə toxunsun. Amma mən bunu daha böyük bir perspektivdən oxumağı seçirəm və bu da budur ki, Pezeşkiyanın seçildiyi zaman biz baxdığımızda İran dövləti Suriyədə olan dostunu Əsədi itirmişdi. Ondan sonra Hamas böyük bir zərbə görürdü. Eyni zamanda da Hizbullah da Lübnanda İrana çox yaxın olan dostlarından biri olaraq zərbə görürdü və bunların İranın bir çox fərqli qolları artıq zədələndikdən sonra İranın həm Türkiyə ilə və həm də Azərbaycan dövlətliyi ilə daha yaxşı müsbət münasibətlərə ehtiyacı olacağını düşünürdü və Pezeşkiyanın seçilməsi də məncə bundan ibarətdir ki, bəlkə o bu danışdığımız dövlətlər arasında bir körpü ola bilər. Ancaq üsyanların məncə Pezeşkiyanla əlaqəsi yoxdur. Pezeşkiyan da o dövlətin adamıdır. Yəni mən xüsusilə də artıq bu axır 2-3 həftə içərisində yaşananlar, ölülərin sayısını düşündüyümüz zaman məncə hamı bunu çox yaxşı artıq görə bilir ki, Pezeşkiyanın əlində heç bir güc yoxdur. İstək yoxdur əslində. İstək Pezeşkiyan tərəfindən, Pezeşkiyan o sistemin nökəridir. O sistemə işləyir. O sistem nə dersə onu eləyəcəkdir. Və onun üçün də Pezeşkiyana nə Güney Azərbaycanlılar tərəfindən və nə də digər insanlar tərəfindən düşünürəm böyük bir ümid vardı. Eyni zamanda da yəni Pezeşkiyanın adamlarıdır, Pezeşkiyanın dövlətidir indi mənim millətimi orada qıran, indi mənim millətimdən gedib $1000, $3000, $5000 bir can üçün hələ öldürdüyü yetməyib onun üstünə pul alan. Onun üçün mən etirazların başında Pezeşkiyan faktorunu düşünmürəm. Hətta Pezeşkiyana sözləri çox yumuşaq idi. Deyirdi ki, biz etirazçılarla görüşürük, görüşmək istəyirik, valilərlə, nazirlərlə görüşdürəcəyik. Çox yumuşaq baxırdı. Ancaq
günün axırında heç kim Pezeşkiyanı özünə nə bir məncə dost, nə də bir tanış belə görə bilər. Pezeşkiyan da o bizim düşmənlərin deyə bilərik ki, indi necə Əli Xamenei də onlardan biridir, o da onların içərisindədir. Yəni belə deyək də, bütün proseslər ümumilikdə Xamenei rejimi, İslam Respublikası ətrafında dövr edir. Az öncə Düzdür. Azərbaycan, Türkiyə, İsrail məsələsinə toxunduq. E, İsrailin Azərbaycanla dostluq münasibətləri bizə məlumdur, lakin eyni zamanda Türkiyə ilə də olduqca gərgin münasibətlər də bizə məlumdur. Hətta Netanyahu ilə Ərdoğan bir məkanda belə bir araya gəlmək istəmirlər. Bu məsələdə İsrail Türkiyənin mövqeyini nə dərəcədə önəmsəyər? Düzdür. Bir çox üzdə olan məncə münaqişələr vardı Türkiyə və İsrail arasında. Ancaq onların o ticarətinə baxdığımız zaman çox az sanksiyalar olubdur İsrail ilə Türkiyə arasında. Yəni o ekonomik əlaqələr hələ də, iqtisadi əlaqələr hələ də davam edir Türkiyə ilə İsrail arasında. Türkiyə eyni zamanda da NATO'nun bir parçasıdır. Bu da yaddan çıxmamalıdır. Onun üçün mən Türkiyənin hələ də böyük bir rol oynayacağını düşünürəm. Çünki Türkiyənin sizin dediyiniz kimi Azərbaycan dövləti ilə də çox yaxşı əlaqələri vardı və mən düşünürəm Azərbaycan dövləti bir çox yerdə elədiyi kimi burada da o körpü rolunu oynaya bilər və aralarda olan o əlaqələrin hamı üçün yaxşı ola biləcək bir yerə getməsini sağlaya bilər. Ancaq mən hələ də bu sözümdə varam ki, məncə burada İsraildən daha çox Washingtonun rolü mühümdür və biz xüsusilə də keçən ilin axırlarında Ərdoğanla Trumpın münasibət əlaqələr qurduğunu gördük. Onlar White House-a getdiyi zaman hətta Trumpın Ərdoğana bu adam nə etdiyini bilir, Suriyədəki etdikləri şey çox gözəldir kimi təəssüratları olubdur. Yəni bunları fikirləşdiyimiz zaman bunların hamısına məncə yenə də ortaq bir qərara gələ biləcəklərini düşünürəm. Başqa bir məsələ də vardı ki, burada da indi Greenland məsələsi sıxıbdır bildiyiniz kimi. Donald Trump deyir ki, biz gedib Greenlandi almaq istəyirik. Ancaq yəni elə bir şey olursa Danmark da deyibdi ki, biz onda NATO'dan ayrılacağıq və NATO'nu tamamilə aradan qaldırma səbəbi ola bilər. Yəni bir çox şey əslində məncə indi İranla danışdığımız zaman sadəcə o coğrafiyada olan məsələlər deyil və sadəcə orada millətin həm biz İran İslam Cumhuriyyətinin getməsini istəyirik deməsi ilə deyil, bir çox fərqli faktorlara da bağlı olur və NATO'nun olmadığı bir dünyada mən düşünmürəm artıq o bayaq danışdığımız müsbət faktorlar hələ də ola bilər ya yox.